25 yıl, bir dağ, bir adam, Rus İmparatorluğu'nun yarım milyon askerini 25 yıl boyunca tepelerde tuttu. Adı Şamil, lakabı Kafkas Kartalı. Doğduğu köy Gimri. Salam dəyərli izləyicilər, bugünkü izahımız olacaq Şimali Qafqaz mövzusu. Çətin mövzu deyil, ümid edirəm ki, sizin üçün maraqlı olacaq. Biz də başlayaq nədən? Deməli, Şimali Qafqaz mövzusu haqqında danışanda biz əsas diqqət yetirəcəyik nəyə? Şeyx Mənsur hərəkatına, onun mübarizəsi və Şeyx Şamil hərəkatı və Şimali Qafqazın Rusiya tərəfindən işğal olunması. 1785-ci ildə Şimali Qafqaz xalqları Şeyx Mənsurun başçılığı altında Rusiyaya qarşı mübarizə apardı. Deməli, neçənci il oldu? 1785-də Şeyx Mənsurun başçılığı altında hərəkat baş verir. Rusiyaya qarşı üsyan qaldırırlar 1785-də və Şeyx Mənsur 1785-ci ildə Alda döyüşündə qələbə qazandı və təbii ki, onun qələbə qazanması Dağlı hərəkatında ruh yüksəkliyi yaradacaq. Sonra biz Osmanlı mövzusunu keçəndə 1787 və 1791-ci il Rus-Osmanlı müharibəsini yadımızdadır yəqin ki, 87-də başlayır və 1791-ci ildə Yassi sülhü ilə müharibə bitəcək 1791-ci ildə. Və 1787-ci ildə Rus-Osmanlı arasında müharibə başlayır və bundan da təbii ki, Dağlılar istifadə edəcək və Dağlılarda mübarizə əzmi daha da artacaq. Və Şeyx Mənsur öz hərbi əməliyyatlarını hara doğru genişləndirir? Qərbə doğru genişləndirəcək. Deməli, bir də təkrarlayaq. 87-ci ildə Rus-Osmanlı müharibəsi başlayır. 91-ci ildə Yassi sülhü ilə bitəcək. Bunlar arasında müharibə təbii ki, Dağlılarda ruh yüksəkliyi yaradır və Şeyx Mənsur öz əməliyyatlarını, hərbi əməliyyatını qərbə doğru yönləndirəcək. Bura qədər aydın yəqin ki. Və nəhayət 1790-cı ildə Şeyx Mənsur və Ruslar arasında Kuban çayı sahilində döyüş baş verir. Deməli, neçənci il oldu? 1790-cı ildə Kuban çayı sahilində döyüş baş verdi və nəhayət ki, Şeyx Mənsur burada amma məğlub oldu və xeyli itkilər verdilər. Özü də əsir düşür və aparılır dustaq kimi Peterburq. Elə orada da zindanda qalır, orada da öləcək. Və sual verə bilərsiniz ki, Alda döyüşündə axı qalib gəlmişdi 85-də. Bəli, qalib gəlmişdi. Belə deyim ki, Dağlılar əsasən öyrəşiblər. Yəni, dağlıq ərazilərdə vuruşmağa öyrəşiblər. Amma Kuban çayı sahilində döyüş, bu təbii ki, Dağlılar üçün mənfi nəticələndi. Bura qədər yəqin ki, aydındır. Və özü də əsir düşür Peterburqda, yəni dustaq kimi orada zindanda saxlanır, orada da öləcək. Sonra nədən danışa bilərik? Və bayaq da qeyd elədim ki, 1787-91-ci ildə Rus-Osmanlı müharibəsidir. Osmanlı məğlub olur, Rusiya qalib gəlir və Rusiyanın qalib gəlməsi onun yəni daha da möhkəmlənməyinə, yəni Qafqazın şimalında daha da möhkəmlənməyinə və cənubu ələ keçirməyinə də yəni imkan yaratdı. İndi isə davam edək nədən? Qafqaz müharibələrinə. Əvvəlki nəşrdə yazılırdı Qafqaz müharibəsi 1817-64, yəni onu çıxardıblar. Deməli, Qafqaz müharibəsindən danışaq. Ümumiyyətlə, Rusiya Cənubi Qafqazın, diqqətli olun, Cənubi Qafqazın işğalını başa çatdırandan sonra əsas diqqəti hara yönəldir? Şimali Qafqaza. Şimali Qafqaza yönəldir və Şimali Qafqazda da təbii ki, yenə də Rusiyaya qarşı, onun müstəmləkə siyasətinə qarşı çıxışlar olur. Buna səbəb nədir? İşğal olmuş ərazilərdə Rusların bir sıra qalalar tikməsi, sonra Dağlıların yaşadığı yerləri Rusların dağıtması, əhalinin köçürülməsi, yəni düzənli ərazilərə köçürülməsi, təbii ki, bu da Dağlılar tərəfindən xoş qarşılanmır. İndi isə davam edək kimdən? Məşhur Şeyx Şamil hərəkatı, hansı Rusları lərzəyə gətirən o böyük şəxsiyyət. Şeyx Şamil. Şeyx Şamil hərəkatı 1834 və 1859-cu illəri əhatə edir. Şeyx Şamilin Rusiyaya qarşı apardığı milli azadlıq hərəkatı 1834 və 1859-cu illəri əhatə elədi. Və Şeyx Şamildə nə deyə bilərik? Güclü imamət, dövlət yaradır, sərt nizam-intizam qayda var idi burada. Sonra onu qeyd edim ki, bu Şeyx Şamil hərəkatını, yəni dağlılara kömək də gəlirdi. Kömək, məsələn, Azərbaycanın şimal bölgələrindən də kömək gəlirdi. Hətta Osmanlıdan da yəni bu Şamilə, dağlılara kömək gəlirdi.
Bunu bildik. Sonra bir də nədən danışa bilərik? Amma yəni Şeyx Şamil hərəkatı düzdür 34-də başlayır. Rusiyaya qarşı inadlı müqavimət aparır, amma 59-cu ildə Şeyx Şamil mübarizəsini dayandırır. O demək deyil ki, mübarizə dayanır. 59-da düzdür, Şamil müqaviməti dayandırır, amma xeyli müddət, yəni mübarizə davam etdirilir. Və nəhayət 1864-cü ildə Rusiya bütün Qafqazın işğalını başa çatdırır. Nə vaxt? 1864-cü ildə Qafqazın işğalını başa çatdırdı. Və təbii ki, burada yaşayan əhali də Rusiyanın işğalçı siyasətinə barışmır və məcbur olurlar. Əhali, yəni burada milli zülmə məruz qalır, dini zülmə məruz qalır. Yəni ruslar burada xristianlaşma siyasəti həyata keçirirlər və məcbur olurlar köçməyə məcbur olurlar. Yəni əsasən də hara köçəcəklər? Yəni Osmanlı dövlətinə köç eləməyə məruz qalırlar. Və təbii ki, dağlılar öz ərazisini tərk eləyibsə, ərazi boş qalıbsa, Rusiyada nə edəcək? Bu ərazilərə Kazak dəstələrini, Rus ailələrini, Rus kəndlilərini köçürməyə məcbur olur özlərinə, yəni dayaq yaratmaq üçün. Mövzu bu qədərdir. Çətin deyil. Biraz təkrarlayaq illəri burada. Alda döyüşü nə vaxt oldu? 85-ci ildə Mənsur rəhbərliyi altında qalib gəldi. Kuban çayı sahilində döyüş 1790-dadır. Mənsur məğlub olur, əsir düşür. Sonra Şeyx Şamil hərəkatı nə vaxt oldu? 1834 və 1859-cu illərdə oldu. Sonra nə deyə bilərik? Şeyx Şamil 59-da dayandırdı mübarizəni. Bəs Rusiya bütün Qafqazın işğalını nə vaxt başa çatdırır? 1864-cü ildə. Mövzumuz asandır, çətin deyil. Ümid edirəm sizə faydalı oldu. Növbəti izahlarda görüşərik. Sağ olun.